Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və möhtərəm müsəlman qardaş və bacılarım, bugün Quran və Quranilər haqqında danışacağıq. Qurani deyəndə onlar özlərinə Qurani deyirlər və yaxud biz onlara Qurani deməyimiz düzgün deyil. Çünki onlar Qurani deyirlər. Biz onlara deyəndə Qurani deməli deyil. Qurana əməl edənlərdir, Quranı düzgün yerinə yetirənlərdir. Bunlar isə Qurani deyirlər. Çünki onlar Quranı yalan sayır, sünnəni də yalan sayır. Ümmətin ən xeyirlilərin, alimlərin onlar yalancı sayırlar. Nə üçün onlar Qurani deyirlər? Çünki onlar aşağıdan bütün yuxarını da yıxmaq istəyirlər. Yəni onlar Quran adı ilə bütün dini yıxmaq istəyirlər. Aşağıdakini yıxsa yuxarıdakilər də hamısı yıxılacaq. Əgər onlar indi Quranı yalan saysalar, desələr ki, Quran yalandır, Quranı inkar etmiş olsalar, insanlar hamısı onun yanına qaçacaqlar. Onlar isə hiylə işlətdilər. Aşağıdan başladılar, sünnəni inkar edildilər. İnsanlar da elə düşünürlər ki, bu bununla küfr etmiş olmur, dindən çıxmış olmur. Əslində o küfr etmiş olur. Çünki sünnədə Quran kimi Allah tərəfindən olan bir vəhidir. Sən Qurana sünnəsiz necə əməl edə bilərsən? Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi olmasa, bu şəriətə düzgün əməl edə bilməz. Quranda nələr var? Quranda olan ayələr sünnəyə əməl etməyin vacib olduğunu. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, o havadan danışmaz. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm danışmağı vəhiydir. Uca Allah Quran-Kərimdə buyurur ki, biz sənə Quranı və hikməti nazil etdik. Hikmət də sünnədir. İstəmirlər. Deyirlər ki, Quran bəsdir, sünnə kifayət deyil. O boyda Peyğəmbər göndərib Allah Subhanahu taala ona istəmirlər, ona ehtiyacları yoxdur.